total lazer Tevla əməliyyatını edirik. Ayaqda ayrı-ayrı yerlərdə çox saylı vazofikslər görə bilirsiniz. Perforant damarlar daxil, şaxələr daxil, hər bir damarın içərisinə vazofikslər daxil edilmiş və bunların hər birini lazerlə əməliyyat edib bağlayacağıq, aradan qaldıracağıq. Nəyə göstərmək istəyirik? Burada qasıq nahiyəsindəyik hal-hazırda. Çanaqdan gələn bir şaxəmiz var. Həmin şaxə daxil hər birini lazerlə aradan qaldıracaq. Amma burada ən vacib məsələ nədən ibarətdir? Bəzən belə bir informasiya olunur ki, qasıq nahiyəsində bu bölgədə olan damarlara funksiya etməklə, həmin qasıq nahiyəsində olan damarlara lazerlə müdaxilə etməklə bəzən informasiya paylaşılır ki, bundan güya qarnın içində çanaqdan qaynaqlanan damarlar aradan qalxmış olur və eyni zamanda yerdə qalan hissəyə də skleroterapiya etməklə çanağın içində olan damarlar qapanmış olur. Əslində, çanaq damarlarında qarnın içərisi səviyyəsində bir problem varsa, zəruri hallarda koil embolizasiya olunur. Yəni, anjiografiya aparılan prosedur ki var, həmin prosedurun fonunda çanaq damarlarına xüsusi kley vurulur. Ayaq damarına burada qasıq bölgəsindən biz exoskleroterapiya etməklə və ya indi girəcəyimiz sonuncu şaxə daxil çanağın içindən qaynaqlanan damar daxil nüfuz etməklə, bura müdaxilə etməklə biz qarnın içindən gələn damarları bağlaya bilmərik. Bəzən xəstələr arasında da bu kimi yanlış bir informasiya olur. Real durum isə bir daha deyirik, qasıq nahiyəsində, bud nahiyəsində olan damarlara müdaxilə etmək, hələ qarnın içərisində olan damarlara müdaxilə etmək deyil. İnsanların bu haqda düzgün məlumatlanmasını zəruri bildik. İndi isə biz qasıq nahiyəsində olan, oradan qaynaqlanan, çanaqdan gələn şaxə daxil, orada vazofikslə daxil edib, daha sonra lazer əməliyyatını edəcəyik. Biraz öncə qeyd etdiyimiz çanaqdan gələn şaxənin içərisinə daxil etdiyimiz vazofiksdir və burada həmin damar içərisində olan kateterdə görə bilirsiniz. Bu şaxələrin hər biri, bir daha deyirik, vazofikslə funksiya olunur, kateterlə funksiya olunur. Daha sonra hər birinin içərisində lazer edirik və bizdə bu əməliyyat yalnız yerli anesteziyanındır. Pasiyentdən isə xahiş edəcək ki, ayağınızı qaldıra bilirsiniz. Zəhmət olmasa özünüz sərbəst qaldırın. Tam olaraq ayağını qaldırın, düşə bilsin, görünə bilsin. Çünki tez-tez nə müşahidə edirik? Bu pasiyentləri tümesant anesteziya ifadə olunsa da bu xəstələrin sedasiya altında, narkoz altında bu kimi müdaxilələr aparılır. Əslində və ya spinal anesteziya deyirik, beldən anesteziya ilə bu iş görülür. Əslində bu kimi müdaxilə növü yoxdur. Bu əməliyyat istər Tevla, total lazer olsun, istərsə də sıradan lazer və miniflebi olsun, bütün hallarda yalnız yerli anesteziya ilə icra olunmalıdır. Təkcə çanaqdan qaynaqlanan varikoz damarların 4 ayrı hissədən funksiya eləmişik. Təkcə çanaqdan qaynaqlanan. Ümumilikdə bu ayaqda təxminən 20-yə yaxın damar funksiya olunubdur və bunların hər biri də total lazer olaraq aradan qaldıracağıq. Bizim tərəfdən icra olunan total lazer, total Evla, Tevla əməliyyatının bir də digər bir unikallığı, xüsusi özəlliyi sonuncu şaxə deyirik, epigastrik ven deyirik. Cərrahlar bunu daha yaxşı görə bilərlər. Həmin epigastrik venin içərisindən lazer əməliyyatının başlanmasıdır. Yəni, lazer krosektomiya əməliyyatının icra olunmasıdır. Həm lazer krosektomiya olunur, həm total lazer olunur, həm çanaqdan gələn şaxələr bir-bir aradan qaldırılır, həm də ki, bayaq qeyd etdiyimiz kimi içəridə hal-hazır lazer kateteri daxil yalnız yerli çəkmə olunur və bir daha da pasiyentdən xahiş edəcək ki, ayağınızı zəhmət olmasa qaldırın, endirin, bəs edər. Yəni, bu əməliyyatın bir də tərəfimizdən icra olunmasının bir də ən əsas unikallığı total lazer dediyimizlə yanaşı epigastrik vena daxil. Bir də monitorda göstərəcəyik təkrar onu səni. Damarın içərisinə sonuncu şaxə daxil lazer kateterini daxil edirik. Beləliklə biz əməliyyatımıza başlayırıq.